Özüm üçün çox önəmli bir məqsədə çatdım. Dayanmadan 12 kilometr piyada gəzdim. Ağır boks məşqlərindən sonra elədim. Mənim beynimdə belə bir fikir var idi ki, mən görəsən çıxımmı? Çünki mən yorğunam, enerjimi tökmüşəm həmin məşqlərə səhərdən. Amma sonra mən özümə söz vermişdim və bu sözün üzərində dayanmaq üçün mən çıxdım bu yola. Fiziki hərəkətdə olmaq bizim negativ hisslərimizi azaldır və eyni zamanda fiziki enerjimizi artırır. Belə bir stereotip var ki, zamanımız heç nəyə çatmır, amma əslində bizim enerjimiz çox şeyə çatmır. Zaman kifayət qədər bizim üçün boldur. Sadəcə bizim fiziki enerjimiz o qədər tükənib ki, stresə görə, negativ emosiyalara görə, fikirlərə görə, bizə dayanmadan ötürülən informasiyalara görə. Məhz buna görə biz çox şeyi, önəmli məsələlərə öz fiziki enerjimizi artıq çatdıra bilmirik. Və sırf 12 kilometr siz minimum gündə piyada gəzsəniz, bir çox sizin həyatınızda psixoloji problemlər həll olunacaq. İstifadə edin və həyatınızda olan bir çox suallara əminəm ki, çox dərin cavablar alacaqsınız.